hər bir insan, hər bir müsəlman Allahın əmr etdiyi əmrlərə qarşı qəlbində məhəbbət olmalıdır. O əmrləri sevməlidir. Yəni Allah Taala əgər bizə o əmrləri təyin edibsə, bizim üzərimizə düşən o əmrləri sevməkdir. Yəni ikrah etməməkdir və o əmrləri sevgi ilə qəlbimizə ötürməkdir. Çünki bu mühümdür. Deməli Allah Taala bizi yaradıbsa, bizi özünə ibadət etmək üçün yaradıb və həmçinin bizə əmrlər təyin edibsə, o əmrlər bizim üzərimizdə nədir? Vacibdir ki, onu yerinə yetirək. Hətta ola bilər ki, o əmrlərə qarşı bizdə xoşa gəlməz hal olsun, ikrah hissi olsun, amma bizim yanaşmamız necə olmalıdır? Allahın əmrlərinə qarşı sevgi ilə yanaşmaq lazımdır. Yəni bizim üzərimizə düşən Allahın əmrlərini sevmək və o əmrləri sevgi ilə qəlbimizə ötürməkdir. Yəni Allah Taala nəyi əmr etmişdirsə, yalnız insanlığın xeyri üçündür. Eyni zamanda Allah Taala nəyi qadağan etmişdirsə və bu özü də özlüyündə yalnız insanlığın xeyri üçündür. Əmrlər və qadağalar insanların səadəti və xoşbəxtliyi üçündür. Ona görə insan bilməlidir ki, əgər Allahın əmr etdiyi nə varsa, insanlığın xoşbəxtliyi və səadəti üçündür. Qadağalar da nədir? Əgər insan qadağalara baş vurarsa, deməli insan üçün şərdən başqa bir şey gəlməz. Və bu baxımdan da Allah Taala qadağan etdiyi əməllərdən çəkinmək də insan üçün xeyirdən başqa bir şey deyil.